Salam, sabahınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Ay Ulduz restoranına, yəni Şadlıq sarayına yaxın bir ərazidə, yəni Şaxüsyəndə qarşıda gördüyünüz bax belə bir 2 mərtəbəli həyət ev satılır. Qiyməti həqiqətən yerləşdiyi yerə görə, evin özünə görə insaflıdır. Yəni 115 min manatdır. Yenidən mən hal-hazırda darvazadan giriş hissəsində yerləşirəm. 2 mərtəbəlidir. İnsə bax bu ev haqqında sizə bir balaca məlumat verim. Onu da deyim ki, otaqları həqiqətən çox böyükdür. Hal-hazırda 1-ci mərtəbənin zalını görürsünüz. Bax mənə elə gəlir ki, bu zalın uzunluğu həqiqətən böyükdür. Hardasa bir dəqiqə təxminən 15-16 metr olar. Eni isə 8 metr, yəni bax bu cür böyükdür. 1-ci mərtəbənin zalıdır. Bax yenidən mən sizə 1-ci mərtəbənin zalını göstərirəm. 215 kvadrat metrdir. 2,6 sot torpaqda yerləşir. Qiyməti 115 min manatdır. Qiymətində isə razılaşma olmalıdır. İndi badvalını görürsünüz. Bax böyük bir badvalı var. Düzdür, mən orada olmamışam. Ancaq mənə deyilənə görə bax bu 1-ci mərtəbənin altı, bax bu hissə deməli badvalıdır. Burası isə 1-ci mərtəbənin ən böyük otaqlarından biridir. Hal-hazırda buranın ölçüsü təxminən 7-nin 7-yədir. Yəni bax bu cür böyükdür. İndi isə deməli hamam bax bura qapıdan giriş hissəsində belə bir mini otaq var. 3-ün 4-ə. Hamamın hamamına keçirəm. Bax bura belə bir mini mətbəx var. Yəqin oranın mətbəx nəzərdə tutublar. Ancaq hal-hazırda həmin yer istifadə edilir. Burası hamamıdır. Bax necə görürsünüz bu cürdə var. Çox yaxınlıqda Azərbaycan Dövlət Universitetinin filialı yerləşir. Mənə elə gəlir ki, 4-cü korpus olmalıdır. İndi isə 2-ci mərtəbəyə qalxıram. Qapıdan giriş hissəsini görmək mümkündür. Çox yaxınlıqda deməli 22 nömrəli orta məktəb yerləşir. Yəni şəhərə yaxın bir ərazidir. İndi isə 2-ci mərtəbə qalxıram. Bax 2-ci mərtəbədə mənə elə gəlir ki, bax yuxarıda görmək mümkündür. Su bakı hardasa 1,5 tonluqdur. Burası 2-ci mərtəbənin hamamıdır. Bax necə görürsünüz bu cürdə var. Qiyməti 115 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax 2-ci mərtəbədə çox böyük otaqlardır. Düzdür, işıq yoxdur burada. Deməli 3 otaqdır. 215 kvadrat metrdir ölçüsü. 2,6 sot torpaqda yerləşir. Bax yenidən mən sizə deməli otaqlardan birini göstərirəm. Otaqlar həqiqətən böyükdür. Hardasa ölçüləri belə deyim 6, 7, 8 bax bu cürdür. Uzunluğu, enini demək istədim. Burası isə 3-cü otaqdır. Bax bu otağın ölçüsü dəqiq hardasa deməli 6 metrin 7-yədir. Yəni bax bu cür böyükdür. Qiymətin 115 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Onu da deyim ki, yəni şəhərdir. Ay Ulduza yaxın bir ərazidir. Bax belə sizlərə uğurlar.